Salam yoldaşlar. Bugünkü mövzumuz məsələ həlli səhifə 38. Başlayaq məsələlərin həllinə. 11-ci sual. Uşaqlar, dünən biz sizinlə keçmişdik. Məsafənin dəqiqəyə olan nisbəti, zamana olan nisbəti. Düzdürmü? Dedik ki, nəyə verir bizdə? Sürət verir. İndi mənə nə deyir? Deyir ki, Lalə 3 dəqiqəyə 360 metr, Samir isə 4 dəqiqəyə 600 metr qaçır. Kimin sürəti çoxdur? Uşaqlar, deyirəm ki, biri 360-ı qaçdı 3 dəqiqəyə. Bölürəm 3 yerə. Deyirəm, görəsən sürəti nədir? Bölürəm 3-ə, 120. Bunun sürəti 120 metr bölünsün dəqiqə. Keçirəm. Bu birisi 600 metrə qaçdı neçə dəqiqəyə? 4 dəqiqəyə. Nisbəti nə edir bizdə? 150. Aha, uşaqlar, hansının sürəti daha çoxdur? 120 yoxsa 150? Təbii ki, 150. Samirin sürəti daha çoxdur. Nə qədər çoxdur? 30 qədər. 150-dən çıxanda 120 edir 30. Problem yoxdur uşaqlar. Keçirəm B variantına. Hər kəs öz sürəti ilə qaçmaqda davam edərsə, 12 dəqiqəyə kim daha çox məsafə qaçır? Uşaqlar, təbii ki, ikinci daha çox qaçacaq. Yəni Samir daha çox qaçacaq. 12 dəqiqəyə bu 120 ilə gedən 120 vur 12 qədər yol gedəcəkmi? 12 dəqiqəyə 150 ilə gedən 150 vur 12 qədər yol gedəcəkmi? Hamısının yolunu hesablayın, görün kim daha çox gedir. Problem yoxdur uşaqlar. Bu eləyir. Bu birisi eləyir bizdə. Bir saniyə, vuranda neçə eləyir? 12 vurulsun 5, 60, 180. Aha, 1800. Hansının yolu daha çoxdur? 1800 olan Samirin yolu daha çox olur. Bu formada təyin olunur. 12-ci suala keçirəm. 12-ci sualda bizə nə deyir? 12-ci sualda bizə deyir ki, şəkər tozu müxtəlif kütləli bağlamalarda satılır. Bax, birinci 5 kiloqramlıq satılır. 7 manat 50 qəpik. Deyirəm ki, 5 kiloqrama mən 7 manat 50 qəpik vermişəm. Görəsən bunun 1 kiloqramı nə qədərdir? Bölürəm 5 yerə. Burada problem yoxdur. Həmçinin də ikincinin də 1 kiloqramını hesablamaq üçün 480 bölən 5-ə. Bax, çubuqlu bölmədən istifadə edəcəm ki, yadımıza düşsün. Ola bilər ki, uşaqlar 5-ci sinifdə nəsə yadınızdan çıxsın. Onun üçün yazıram. Bölən 5-ə. Bir dəfə düşür. Növbəti düşdü. Vergülə çatanda vergülü qoy. 25-in içində 5 dəfə. 0 qaldı, arxasına yazdım. 1 manat 50 qəpik. Keçdim. 4 manat 80 qəpiyi bölürəm 5-ə. 4-ün içində burada 3 kiloqram idi, düzdürmü? Növbəti 3 kiloqram idi. Bölürəm deməli 3-ə. Yerləşdi bir dəfə. 18 vergülə. Çatan kimi vergülünü qoydum. 6 dəfə yerləşir. 0-ı da gətirdim yanına. Bu da elədi 1 manat 60 qəpik. Uşaqlar, siz mənə deyin görüm. Hansı daha çox sərf edir? Əlbəttə, kilosu bir var 1 manat 50 qəpikdən alasan. Bir var kilosunu 1 manat 60 qəpikdən. Bu bahadır. Hansı sərf edir? Bu 5 kilondan almaq sərf edir. Problem yoxdur uşaqlar. Bunu tapdım. Keçirəm ardına. Görüm A variantında mənə nə deyir? Hansı bağlamada şəkər tozunun 1 kiloqramının qiyməti daha ucuzdur? 5 kiloqramlıqda. Nə qədər ucuzdur? 50 qəpik bu, 60 qəpik bu, 10 qəpik ucuzdur. Aydındır bu sizə. A variantı bu, B variantına baxıram. 15 kiloqram şəkər tozunu hansı bağlamada aldıqda nə qədər pula qənaət etmək olur? Uşaqlar, 15 kiloqram şəkər tozunu alıramsa, nə qədər pula qənaət? Hər birinə 10 qəpik qənaət edirəmmi? 10 qəpik, 10 qəpik, 10 qəpik, 15 dənə kiloqramla. Deməli, 150 qəpik qənaət edəcəmmi? 150 qəpik nədir? 1 manat 50 qəpik qənaət eləmiş olacam. Əgər 5 kiloqramlıqla alsam. Aydın uşaqlar, problem yoxdur. Bu
formada təyin edirik uşaqlar. Sualımız olur belə. Keçək 13-cü suala. 13-də bizə nə deyir? Bir iki dənə də məsələ həll edək ki, tam bilək. 13. 13-cü sualda bizə nə deyir? Deyir ki, yarışın nəticəsinə əsasən üzgüçü hansı üsulla daha sürətli üzür? Uşaqlar, bu deyir ki, 25 metr məsafəni üzür neçə saniyə? 20 saniyə. Onda 1 saniyəyə nə qədər üzür? 25-i bölünəm 20-yə. Keçirəm. Bu birisi 50 metr məsafəni üzür 30 saniyə. 1 saniyəyə nə qədər üzür? 30 yerə bölünən 1 saniyəni tapıram. Bu 100 metr məsafəni üzür 50 saniyə. 1 saniyəyə nə qədər üzür? 100-ü bölünəm 50-yə. Bura kimi problem yoxdur uşaqlar. Keçirəm. Deyir ki, yarışın nəticəsinə əsasən üzgüçü hansı üsulla daha sürətli üzür? Uşaqlar, baxıram, bunların nisbəti mənə nəyi verir? İxtisar aparıb nisbətinə baxa bilərsiniz. Bunlar ikisi də 3-ə bölünür. Eləyirmi? 1/3-dən 2. Bunlar ikisi də 5-ə bölünə bilən ədədlərdir. Gəl 5-ə bölüm. İxtisar edeyim, yəni. 5/4. 1/4-də 1 eləyirmi? Bu birisi də 150-yə böləndə neçədir? 2. Uşaqlar, 1 saniyəyə birinci gedir 1/4-də 1. İkinci gedir 1/3-də 2. Üçüncü gedir 2 metr. Hansı daha çox gedir? Təbii ki 2 metr. Yəni bu. Yəni bras. Aydındır uşaqlar, problem yoxdur. Bu formada təyin olunur. Keçirəm növbəti suala. 14-cü sualı siz özünüz həll edin. Şərt biraz uzundur. Rahat olmanı rahat, problemli deyil. Özünüz yazın. 15-ci sualı da mənimlə bir yerdə işləyək, yeşunlaşdıraq. 16-ını da özünüz. 14, 16 özünüz. 15. On 15-ci sualda bizə nə deyir? Deyir ki, Bakıda 2 yeni kitab 12 manata, İzmirdə 3 belə kitab 210 TL-yə, 210 manata, lirəyə satılır. Deyir ki, 1 manat bərabərdir 12 TL. Olarsa, bu kitab hansı şəhərdə daha ucuzdur? Aha, TL ilə verib. Uşaqlar, deyir ki, Bakıda 2 yeni kitab 12 manata. Onda uşaqlar bir kitabın qiyməti neçəyədir? 2 dəndirsə 2 yerə böləcəm. Deyəcəm, hə, bir kitabımız 6 manat. Bura kimi problem yoxdur uşaqlar. Keçirəm. Bəs bu birisində 3 dənə belə kitab 210 TL-yə. 210-u bölürəm 3 yerə. 70 TL eləyirmi? Tınla yazaq. Problem yoxdur uşaqlar. Lirə. Bura kimi aydın. Və mənə deyir ki, 1 manatım 12 TL-dir. Deməli, 6 manatım, 1 manatım 12-dirsə, 6 dənə 12 eləyəcəkmi? Yəni, 72 TL eləyəcəkmi? Problem yoxdur uşaqlar. Deməli, bir dənə kitabım 72 TL-dir demək olar. Burada neçə TL-dir? 70 TL. Hansı daha ucuzdur? Bu, 70 TL olan. Aydın uşaqlar. Baxın, bir daha deyirəm. Bir dənə kitabın qiymətini ikisində də tapdım. Və sonra ikisini də çevirdim TL-yə. Bu onsuz da TL-yə idi. Dedim ki, 6 manatım, 1 manatım 12 dəndirsə, 6 dənə bundan olsa, 6 vurulsun 12 dənə TL eləyəcəkmi? Bu da eləyir 72 TL. Problem yoxdur uşaqlar. Uşaqlar bu formada təyin olunur. Siz özünüz 14 ilə 16-da həll edirsiniz. Sağ olun yoldaşlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.